Herkese salam. Çin səfirliyinin yaxınlığından hər kəsi salamlayıram. Hazırda bildiyiniz kimi oktyabr ayıdır. Mən Çinə mart ayında getmişəm və işdən, gücdən, şəxsi həyatdan ancaq indi paylaşa bilirəm. Çinə səyahətimlə bağlı. Qeyd edim ki, mən Çinə gedərkən Çinə giriş vizalı idi Azərbaycan vətəndaşlarına, amma hazırda viza yoxdur artıq. Yəni siz təkcə pasportunuzla Çinə giriş edə bilərsiniz. Amma mən S2 vizası ilə getdim. S2 vizası nədir? Əgər sizin Çində təhsil alan və yaxud da oturum izni olan birinci dərəcəli qohumunuz, ananız, atanız, bacınız, qardaşınız, həyat yoldaşınız, övladınız varsa, siz S1 və yaxud da S2 vizasına yararlana bilərsiniz. S1 və S2 vizalarının arasındakı yeganə fərq müddətdir. Məsələn, məndə S2 idi, çünki mənim qardaşımın vizası may ayında bitirdi. Mən də mart ayında gedəcəyimə görə onlar mənə 90 gün ərzində 30 gün Çində keçirmək üçün viza vermişlər və bir girişdən ibarət idi. Burada isə Azalın 7 saatlıq uçuşda başımızı qatmaq üçün verdiyi şeyləri görürsünüz. Diş fırçası, pastası, corablar, yuxu üçün göz bandı və belə stikerlərdir. Hansı ki, siz bunu oturacağınıza yapışdırırsınız. Sizin nə vaxt narahat edə bilərlər, bundan bağlı bir stikerlərdir. Hansı ki, siz məsələn tutaq ki, məni yemək zamanı oyadın və yaxud da düşəndə oyadın və yaxud da ümumiyyətlə narahat etməyin kimi o stikerləri ora yapışdırırsınız. Onu görən sürücülər sizə buna uyğun davranırlar. Yeməkdə isə lapşa var idi. Ondan sonra Black Forest şirniyyatı idi. Səhv eləmirəmsə, amma çox da əmin deyiləm. Məncə o deyildi. Portağalla marinə edilmiş toyuq idi. Çox dadlı idi, çox qəşəng idi. Amma düyü haqqında eyni sözü deyə bilmərəm. Düzdür, sadə düyü idi. Bilmirəm, bəlkə yüksəkliklə, təzyiqlə əlaqəlidir. Amma mən bəyənmədim düyünü. Ondansa çörək arası buterbrod elədim. Yağ və pendirlə onu yedim. Black Forest şirniyyatını da dediyim kimi çox da bəyənmədim. Black Forest deyirəm, amma Black Forest olmaya da bilər. Sizə nədən danışmaq istəyirəm? Uçuş müddətindən. Yəni əslində mən fikirləşirdim ki, yataram. Düzdür, yatdım, amma çox qısa müddət yatdım. Çünki gün içi idi, zaten gecəni də normal yatmışdım deyə. Elə də yuxum yox idi. Yeməkdən sonra biraz kitab oxudum. Hardasa 100 səhifədən artıq kitab oxudum və artıq gördüm ki, sıxılıram. Artıq hətta bütün sərnişinlər demək olar koridordaydı. O başa gəzirdilər, bu başa gəzirdilər. Çünki yemək uçuşdan 1 saat sonra verildi. Zaten yemək və s. bu da 1 saat alır o insanda. Yavaş-yavaş yeyirsən, mənzərənin dadını çıxarda yeyirsən. Bu arada sizə birazdan mənzərəni də göstərəcəm. Necə möhtəşəm mənzərələrdən keçirdik. Qazaxıstan həqiqətən də möhtəşəm ölkəyə oxşuyur. Baxın, bu da Qazaxıstanın mənzərəsi. Yəni çox gözəldir. Belə bir qarlı dağlar. O qədər xoşuma gəlir ki, düzdür, indi burada çox da net bilinmir, amma başqa bir video əlavə edəcəm. O videoda görəcəksiniz ki, necə gözəl görsənir. Və əlavə olaraq onu da deyim ki, hər kəsin ürəyi sıxılırdı artıq, çünki uçuşun 4-cü, 5-ci saatları idi və davamlı hamı ortalıqda gəzir, hamı bir şeylər eləməyə çalışır, aktivitə falan heç nə yoxdur, zaten təyyarədə nə edə bilərik ki? Və mən də biraz yatmağa qərar aldım kitab oxuduqdan sonra və qulaq tıxaclarımı taxıram, çünki artıq motorun səsi həqiqətən məni narahat edirdi, çünki gördüyünüz kimi mən tam qanadın yanında oturmuşam. Və bu da əlavə olaraq motor səsi deməkdir. Bunu heç düşünməmişdim əslində bilet alanda bu qədər səsə məruz qalacağımı. Biraz yatdıqdan sonra oyanıram və bu mənzərə, biz dağların üstündən keçirik. Hansı dağlar da bilmirəm, çünki location açıq deyildi mənim monitorumda və mən görmədim ki, biz hardan keçirik. Amma Qazaxıstan idi bura, bunu dəqiq bilirəm. Və yavaş-yavaş Çinə çatırıq, amma hələ ki Çinin şimal-qərbinə çatırıq. Oradan Pekinə nə qədər yol var. Və mən biraz artıq oturmaqdan sıxıldığıma görə, koridorda da boş-boş gəzmək istəmədiyimə görə gəldim VC-yə. Biraz üzümdəki sivilcələri sizə göstərəm. Əslində bunlar sivilcə deyil, zamanında sivilcə olub, sadəcə indi izi qalıb. Və onlar da artıq yoxdular. Çünki artıq oktyabr ayındayıq, üstündən 7 ay keçib. Biraz dişimi falan yudum. Biraz vaxt keçirtdim özüm üçün, üz baxımı falan elədim və ondan sonra qayıtdım yerimə ki, biraz daha kitab oxuyum. Və burada artıq bizə ikinci seans yemək gəldi. İkinci seans yemək əslində buterbroddur. Yəni, çünki qısa müddət öncə demək olar ki, yemək yemiş oluruq. Sadəcə uçuş müddəti uzun olduğuna görə ikinci yeməyi verirlər. Toyuq ətli, turşulu, pomidor və xiyarlı bir yemək idi. Çörəyi də çox dadlı idi bu arada.
isə artıq Pekinə yaxınlaşdığımızla bağlı anons verilir. Az öncə sizə göstərdiyim şəhər Pekin deyildi. Pekinə yaxın olan hər hansı bir şəhər idi. Və təyyarədəki səsi də sizə göstərdim. Görürsüz necə səs-küylüdür. Və burada artıq yavaş-yavaş toparlanıram. Çünki qardaşım demişdi ki, Çinə girəndə bir blank doldurmalısan. Bunun üçün hazırlaşıram. Hazırlaşıram dediyim sadəcə ruçkanı çantamdan tapıb çıxardıram ortaya ki, əlimdə olsun hazır. Və bu təyyarədə qardaşımın bir neçə dostu da var idi. Onlardan biri ilə Azərbaycandakı hava limanında tanış olduq, rastlaşdıq daha doğrusu. Digəri ilə isə pasport kontrolda rastlaşdıq və onlar çox sağ olsunlar mənim bagajlarımı daşımağa kömək etdilər. Çünki Azalla Pekinə uçduqda sizin 2 arxa bagajınız olur, bir dənə isə kabin bagajınız. Тобі круто кишить, перейди поляник. Və finally biz artıq enirik. Bura Pekindir. Az öncə göstərdiyim yerdə Pekindir. Və şəhər yuxarıdan çox möhtəşəm görünür və sistematik bir şəhərdir. Kvadratlar halında genişləndirilmiş bir şəhərdir. Əgər Google Map-ə girib Pekinə baxsanız, özünüz nə demək istədiyimi anlayarsınız daha doğrusu. Burada isə artıq təyyarədən enməyə doğru gedirəm. İnsanlar çox idi. Ən axırda getməyə üstünlük versəm də yenə də insanlar var idi. Baxın necə də boşdur. Business class. Canım business class. Nəysə. Burada isə artıq gedirik blankı doldurmağa. Blankı doldurduqdan sonra isə qardaşım, dostları gəldilər və deyirsiniz ki, sən zaten bir həftəlik səyahətə getmisən, nə edirsən 23 kilo 2 dənə bagajı, üstə gəl də kabin bagaj və s. Dostlar, mənim qardaşım orada yaşayır. Ona görə də mama onun üçün müəyyən qədər yemək, ərzaq, ona lazım olacaq əşyaları mənimlə göndərmişdi. 定位定在这里，我看。Və artıq gəlib otelə çatdıq. Mən oteldə 5 gecə qalacaqdım. Əslində tək otaq sifariş vermişdik. Daha doğrusu qardaşım bron etmişdi. Amma ora getdiyimizdə tək otağın qalmadığını, bizə yalnız ailə otağını verəcəklərini bildirdilər. Və əslində bu bizə sərf elədi. Çünki əslində mən oteldə tək qalacaqdım. Qardaşım isə öz yataqxanasında qalacaqdı. Amma belə olduqda qardaşım da mənimlə bir yerdə qala bildi. Burada isə Wi-Fi-nin kodunu götürmək üçün aşağı düşmüşdüm və yenə də yuxarı qalxıram. Vlogu izlədiyiniz üçün hər birinizə təşəkkürlər. Görüşərik.